Meta şirkətinin rəhbəri, Facebook'un yaradıcısı Mark Zuckerberg bir podkastda dedi ki, 2025-ci ildə süni zəka ən azı middle developerləri tam olaraq əvəz edəcək. AI has learned to code. I mean, this is one of the things that OpenAI said that they're Oh yeah, we at Meta, as well as the other companies that are basically working on this, are going to have an AI that can effectively be a sort of mid-level engineer that you have at your company that can write code. Bunun öncə isə Tesla, SpaceX şirkətinin rəhbəri Elon Musk, Nvidia şirkətinin CEO-su Jensen Huang dəfələrlə deyiblər ki, süni zəka yaxın zamanda bir çox sahələrdə insanların işlərini əvəz edəcək. Bu nə qədər də doğrudur. Gəlin mən tərəfdən heç bir kod yazmadan süni zəka verilən əmrlərlə bir oyun yaratmağı cəhd edək. Biz Minds oyununu yaratmağa çalışacağıq. Bunun üçün Minds qovluğu yaratmışam. Burada iki alt qovluq var. Assets və Source. Assets qovluqda iki alt qovluq var. Images, Sounds. Imagesdə iki SVG fayl var. BOM, Jam. Sounds qovluqda iki MP3 audio fayl var. BOM, Jam. Source qovluqda HTML fayl var. Body səsi boşdur. JavaScript boş. CSS fayl boş. Mən indi ingiliscə AI-ya göstərişlər verəcəm və o mənim üçün kod yazacaq. Əlavə olaraq sayını ölçəni qoşacağam ki, bax görək biz bu oyunu neçə dəqiqəyə yarada biləcəyik. Gəlin başlayaq. Birinci müraciətdə AI-dan tələb edirəm ki, 5 sıra və 5 sütundan ibarət olan grid yaratsın. Və kod generasiya olundu. İndi isə tətbiq edək. HTML tətbiq olundu. İndi isə style'ı tətbiq edək və yoxlayaq. Gördüyünüz kimi süni zəka 5-i 5-ə vura bilmədi. Vəhud mənimlə zarafat etmək istədi. 25 div yaratmaqdansa 26 yaratdı. Artı elementi gəlin silək. Növbəti komandada bildirmək istəyirəm ki, hər xanaya kristal şəkil əlavə etsin və bir ədəd mina şəkil. HTML tətbiq edirik və style'lar. Burada mən mina şəklinin adını səhv bildirmişdim. Ona görə özümüz düzəldək. Bu da mina. Yeni müraciət. Ancaq xana klikləyəndə şəkil açılsın. Və gördüyünüz kimi yeni kod yaradıldıqda əvvəlki düzəliş nəzərə alınmadı və şəkil köhnə adla qeyd edib. Buna görə də yeni prompt yazıram ki, nəzərə alsın. Və bu da yeni nəticə. Növbəti komandada bildirmək istəyirəm ki, click eventi məntiqsini düzəliş etsin. Əgər bir xanadan başqa bütün digər xanalar açılıbsa və mina ilə üzləşməyibsə, onda win mesajı alert kimi versin, əks halda lost mesajı. Və nəticə. Növbəti sorğu ilə gəlin hər xana açılanda səs əlavə edək. Kristal açılanda jam səsi, mina açılanda bomb səsi. Gəlin yoxlayaq. Səs əlavə olundu, amma hər xana basanda səs gəlmir. Çünki AI o qədər də ağıllı kod generasiya etmədi. Gəlin özümüz problemin həllini bildirək ki, düzəliş etsin. Hər dəfə xanaya klikləyəndə əvvəlki səs ləğv etsin və yenisini ilə əvəz etsin.
Əla. Amma bir düzəliş də etmək lazımdır burada. 1000 axıncı xanada hər zaman yerləşdirsin ki, test edə bilək. Növbəti komandada bildirmək istəyirəm ki, səsi ancaq şəkil açılanda sonra oxutsun. Burada yenə də bizi o qədər də yaratmadı. Gəlin narazılığımızı bildirək ki, ağıllı olsun. Və ağıllı oldu. Son komanda isə istərdim ki, biraz interaktivlik əlavə edim. Hər xana açılanda animasiya olunsun. Əhsən. Gördüyünüz kimi heç bir kod yazmadan cəmi 18 dəqiqəyə süni zəkaya verilən sorularla biz üçün Minds oyunu yaratdı. Amma səhvlər də etdi. Bəli, süni zəka son illər çox irəliləyiş edib. Çox işlərimizi asanlaşdırıb, çox ağıllı olub. Amma onu bilmək lazımdır ki, onu ağıllı edən bizik, insanlar. Nə qədər çox süni zəkadan biz istifadə edəcəyik və o qədər də tez o bilikli olacaq. Bunların hamısına baxmayaraq, düşünürəm ki, proqramçılara hələ uzun müddət ehtiyac olacaq, amma müəyyən sahələrdə. Təhlükəsizlik. Bu sahədə hələ ki, süni zəkaya tam etibar etmək olmaz. Finansla bağlı proqram təminatlarında insanların pul dövrəsi baş verir. Kimsə nəsə alır, nəsə satır, pul köçürür, şəxsi və məxfi məlumatları daxil edir. Düşünürəm ki, bu sahədə hələ uzun müddət bilikli və təcrübəli proqramçılara ehtiyac olacaq. Oyunlar. Oyunların yaradılmasında insan kreativliyi çox böyük rol oynayır. Və öz təcrübəmdən deyə bilərəm ki, oyun yaradılması digər proqram təminatlarının yaradılmasından qat-qat çətindir. Ona görə də məsləhət görürəm ki, proqramlaşdırma sahəsində biliklərinizi çalışın, təkmilləşdirin. Və bu kanalda mən çalışacağam ki, müxtəlif proqramlaşdırma dillərini sizə ən sadə, əl çatan yolu ilə izah edim. Əgər hansısa mövzu ilə bağlı sizin sualınız varsa, bunu şərhlərdə qeyd edə bilərsiniz və mən çalışacağam ki, növbəti videolarda onu nəzərə alım. Diqqətinizə görə minnətdaram. Hələlik. Suallar sizinlə birlikdə sualımıza